Salam, mən Kənan Məstəliyev, İdman Jurnalisti Rekorda saytının baş redaktoram. Siz isə 11 adamdasınız. Daha doğrusu 11 adam ekstradasınız və o ekstranın ənənələrinə uyğun olaraq mənimlə bir yerdə müsahibədə dəyərli dostum, həmkarım Anar Xanlarov iştirak edəcək. Anar, xoş gəlmisiniz. Xoş gördük. Qonağımız isə Azərbaycan futbolunun əfsanələrindən, yəni Azərbaycan müstəqillik dövrümüzə 10 ilə öz damğasını vurmuş Emin Quliyevdir, onu hamımız tanıyırıq. Və onu burada görmək xoşdur. Mənim xoş gəlmisiniz. Sağ olun, təşəkkür edirəm dəvət etdiyinizə. Çox sağ olun bir daha gəldiyinizə görə. Əməm, neyiniz, nə işlə məşğulsunuz? Hal-hazırda bir işlə məşğul deyiləm, boşam. Təkliflər olmur? Yox, hələ ki təkliflər yox, sakitçilik. Maraqlıdır, niyə elə olsun? Çünki sizin ən azından futbolçuluq karyeranız, sonra da məşqçilik karyeranız olubdur. Təkliflərin gəlməməsinin səbəbini nə də görürsünüz? Vallahi nə bilim, səbəbin. Hər halda məşqçilik karyerası olmuş və siz Rəvanda da baş məşqçi işləmisiniz, Xəzər Lənkəranda da köməkçi məşqçi kimi işləmisiniz. Məşqçilik karyeranız var. Eyni zamanda da futbolçuluq karyeranıza, yəni söz ola bilməz. Bunlara ayrıca qayıdacağıq. Hazır təklifə yoxdur, amma mən düşünürəm ki, siz hazır sayırsınız işləməyə. Əlbəttə, hələ ki nə qədər bir o bədəndə bir ruh var, işləməyə hazırıq. O yavaş-yavaş vaxt da gedir. Əlbəttə mən də o işləyərdim. Öz az da olsa o biliklərimi mən də öyrədərdim. Bir ara Araz Naxçıvan məsələsi var idi. Belə bir söhbət olmuşdu ki, Araz Naxçıvanda vəzifə heyətdə işləməyə var. Vallahi vardı bir ara elə söhbət, sonra nə bilim qaldı hələ. Bir xəbər yoxdur. Onda belə başa düşürəm ki, siz artıq izləyirsiniz də ki, Azərbaycan futbolundakı baş verən hadisələri, işin içindəsiz və məşqçilik deyə elə onunla davam eləyək. Prosesləri izləyirsiniz. Ümumiyyətlə Azərbaycan futbol məşqçilik sexinin potensialını necə qiymətləndirirsiniz? Çünki bu sualı niyə verirəm? Biz həmişə illərdir artıq bu müzakirələr eləyirik və deyirik ki, milli komanda ümumiyyətlə bir futbolun ölkədəki futbol piramidanın zirvəsi milli komandadır da, yəni ondan yuxarısı yoxdur. Biz elə jurnalistlər olaraq da həmkarlar olaraq hamımız deyirik ki, milli komandanın başında milli məşqçi işləməlidir, yerli məşqçi işləməlidir və razılaşaq ki, Ayxan Abbasovun gəlişindən sonra da müəyyən dəyişikliklər hiss olunur. Ümumiyyətlə Azərbaycan futbol məşqçiliyi sexi böyük hədəflərin öhdəsindən gəlməyə qadirdirmi? Təbii ki, Qurban Qurbanovu qoyuruq qırağa, digərlərini də sayasaq. Vallahi mənə elə gəlir ki, mən də sizinlə razıyam. Mən də əvvəlcən elə fikirləşdirdim ki, milli komanda Azərbaycanla işləsin, bizim özümüzünki. Yəni qadirdirlər. O məsələn legioner məşqçilər gətirirlər, o şərait yaradırlarsa elə bizimkilər də qoy yaratsınlar onu. Yaradacaqlarsa əlbəttə bizimki, yəni bizimkinə uşaqların hörməti çox olacaq sem qıradan gələnə. Mən də sizinlə razıyam, mən də istəyərəm ki, Azərbaycan işləsin. Yəni var məşqçilər, elə məsələn Qurban deyirsiniz, Qurban müəllim də, cavan məşqçilərimiz də var, işləməyə qadirdirlər, işləyə bilərlər yəni. Yəni bunlara poddeşka olmalıdır. Düşünürsünüz ki, yetərincə dəstək olmur onlara? Dəstək deyəndə, məsələn, bəzi elə klublar var ki, məsələn, rəhbəri məşqçinin işinə qarışır. Elə şeylər olmamalıdır. Bu məşqçiyə dəstək eləməlidir. Sonra tələb eləməlidir. Yəni elə şeylər olsa, hə, əlbəttə. Məsələn, mən bilirəm ki, Qarabağda məşqçinin işinə qarışan yoxdur. Hər şeyi məşqçi həll eləyir. Sonra rezultatını da verir. Yəni elə işləyə bilərlər, var bir-iki məşqçilər. Adını çəkmək istəmirəm, ancaq işləyərlər, var. Rəvanda müəllim işlədi sözüdə qısa müddət baş məşqçi. Yəni orada qısa müddət olmanın səbəbi nə idi? Yəni etiraf elə ki, həmin dövrdə yaxşı komanda formalaşmışdı. Rəvana gedəndə komanda tez yığıldı. Harasa 20 günə komanda yığıldı. Ancaq mən sonradan baxdım, dedim səhv elədim, mən o kluba getdim. Yəni orada görmədiyim şeyləri gördüm, değil mi? O dediyiniz məsələlər hansı ki, rəhbəri, nə bilim, elə uşaqlar, qıraqdan müdaxilələr, hamısı. Hər şey vardı o klubda. Yəni qeyri-peşəkar klub idi də. Qeyri-peşəkardı. Düz əvvəl vardı, yaxşı vaxtları o Şahin müəllimin vaxtında. Bilmirəm o şeyləri kim idi onda, yadımdan çıxıb aldı. O vaxtları yaxşı idi. Sonradan mən gedən vaxtı dəyişiklik oldu, qıraqdan müdaxilələr oldu, hansısa futbolçularla. Mən danışmaq istəmirəm mən burada. Yəni ki, sonra mən fikirləşdim ki, bura gərək gəlməzdim mən bura ona. Ondan əvvəl də Xəzər Lənkəranda köməkçi məşqçi kimi işləmisiniz. Bəli, Xəzər Lənkəranda işlədim. Birinci Toşakın vaxtında işlədim. Toşak gələndən sonra Mustafa Dənizli ilə bir müddət işlədim. Sonra
getdim ondan çıxdım. Ucuz aviabilet hansı günə var? Sualını tez-tez verirsinizsə, aybilet.az-a daxil olub təqvim bölümünə keçid alın. Uçmaq istədiyiniz şəhəri daxil edin. Bu cədvəl sayəsində ən ucuz biletin hansı ayda və ayın neçəsi olduğunu öyrənə bilərsiniz. Əgər çətinlik çəksəz, saytın sağ tərəfindəki video təlimatdan faydalana və ya WhatsApp-dan dəstək ala bilərsiniz. aybilet.az. Səyahət bizimlə başlar. Yəni o dövrdə qərar verdiniz ki, artıq özünüz baş məşqçi işləyin. Ümumiyyətlə məşqçiliyə meyliniz futbolçu dövründə fikriniz var idi yoxsa yəni futbolçu Emin Quliyev yadıma düşür. Mən o Emin Quliyevi məşqçilikdə görmürdüm. Yəni çünki bu qədər başqa yəni çılğın xarakter, yəni bir yerə yığışmayan adam, həqiqətən də təbii ki, bunun müsbət tərəfləri o idi ki, meydanda o öz müsbət tərəflərini verirdi. Yəni döyüşkənliyi vardı, mübarizliyi vardı, amma yəni necə oldu ki, o Emin Quliyev, çılğın Emin Quliyev məşqçi olmaq qərarına verdi? Valla düzdür, oynayan vaxtında heç belə fikrim yoxdur ki, yəni gələcəkdə məşqçi işləmədən sonra, işləyəndən sonra baxdıq, gördük ki, yəni işləmək olar. Sonra qərar verdik ki, işləyə bilərik. Ola ki, qismətdə hələ ki bir şey yoxdur, indi görə inşallah. Kateqoriya almışdı. Kateqoriya almışam, B varımdır. Sonra A-nı oxudum, o aradan kəsildim. Ondan sonra nəsə şey olmadı. Biraz elə bir inzifason oldu. Yəni biraz söhbət oldu ona görə. Yer gəlmişkən o əksər bəzimizin keçmiş milli üzvlər var, bəzən üstə narazılıq edirlər ki, Aslan Kərimov da səhv eləmirsə kateqoriyadır. Yəni müəyyən məsələdə kömək eləyə bilər, bir yerdə oynamışıq, amma sanki belə deyək, o köməyi eləmir Aslan bizə. Elə şeylə üzləşdi sizə belə başa düşdüm. Yəni indi o insanın özündə məsələn mən də işləsəm Aslan müəllimin yerində, mənlə çiyin-çiyinə bir 10 il Bəli, oynamışıq. oynayanda mən ona nəsə ustupqa eləyərəm də. Falan şeydə deyirəm ki, hə, bu mənlə neçə milli komandada oynayır, çörək kəsmişik. Eləyərəm, ancaq insandır da, hərənin öz xarakteri, öz xasiyyəti var. Yəni sonradan təzələnən bir qayıdıb bir Sonra bir ara həvəsdən düşdüm, düzün açığı deyim, elə incidim futboldan da, nə bilim, bəzi insanlardan da. Sonra təzələnən baxdım, gördüm ki, vaxt gedir. Həm də baxırsan, əvvəl indi biraz çətinləşdiriblər. Əvvəl vəbşi kimə gəldi, bax kateqoriya verir. Hə. Nə futbol adiyyəti də yoxdur futbola. İndi bu şey biraz deyəsən düzəliblər. O da məncə UEFA-dan biraz nazarlıq gələndən sonra narazılıq. Ondan sonra düzəliblər. Yəni o sualı verməsəm olmaz. Ümumiyyətlə niyə birdən-birə kəsildi bu hadisə, bu karyera? Mənim özümdə biraz şeylərim oldu. İndi mən heç kimlə səhv tutma sırası deyiləm. Biraz özlərimdə şeylər oldu, səhvlər. Sonra insan deyil, səhvsiz insan yoxdur da. Sonra biraz fikirləşdik, götür qoy, ora Allahın izni ilə düzəldi hər şey zat. İndi yavaş-yavaş istəyirəm. Mən də bir görsənəm. Çətin vaxtınız oldu, problemləriniz olanda, şəxsi problemlər olanda. Tək qaldınız yoxsa yanınızda adamlar var idi, dostlarınız yanınızda var idi? Yox, dostlarım lap əvvəl çox idi. Əvvəl çox dostlarım var. Futbolçu vaxtı oldu. Ancaq sağ olsun, yaxın bəzi dostlarım var. Allah onlardan razı olsun. Onlar yanımdaydılar. Halbuki mənə çox böyük dəstəkləri də oldu. Kim məsələn belə başa düşün, biri yəni Zahra Ramazanovdur. Var elə Zahra Ramazanovdur, Alimdir, Zahir İsmayılovdur. İndi var da uşaqlar var adın. Bunlar çox yaxın olurlar mənə. Sağ olsun, Allah Allahdan razı olsun. Futbolçu vaxtı dostumuz çox idi deyirdiniz. Yəni bunu da çox sadə, bəlkə də bilmirəm nə dərəcədə etik çıxacaq. Onun sadə səbəbləri var idi. Çox məşhur futbolçu idiniz, qazancınız da yaxşı idi. Populyar futbolçu idiniz. Yəni hər cür şəraitiniz var idi. Ona görə dostlarınız yanınızdaydı. O da var. Var elə. Çox elə və ondan gəlir. Deyir o yaxşı vaxtında dostun olur, hə, bir çətinə düşəndə o şey tapa bilmirsən. Var elə, hər yerdə var da elə dostlar çoxdur. Bir də Emin, o bir şey də deyirlər, hər tərəfdən həmişə ki, Emin Quliyev futbolçu vaxtı yaxşı qazanıb, yaxşı şərait, amma özünə gələcək üçün şərait qurmayıb da, belə deyək. Bu pulu dağıdıb da. Bəlkə onun hansı peşmançılığını çəkirsə, bəlkə də mən də vaxtında bəzilər kimi müəyyən qədər özümə şərait qursuydum. İndi bu işsiz vaxtında o çox fikirləşirsən, deyirsən ki, hə, deyirin ki, fikirləşin ki, futbol olacaq, fikirləşmirdin, gələcək. Düzdür, o gələcəyin ancaq ağıllı adam həm gələcəyi fikirləşir, həm də ki, karyerası. Yəni o dövrdə bəlkə də bir nə dərəcədə doğru ifadə, bir ağsaqqallığınız olmadı mı, bir böyük söz deyən adam gəlib demədi ki, yəni belə eləməklə bu yerdə dayanmaq lazım. Elə biraz bir böyük
məsləhəti olmadı elə bir. Bayaq söhbət oldu, dostlar o axırca o maska taxan dostlarım çox olub da. Bunun günahını kimdə görürsünüz? Özünüzdə də günah görürsünüz. Valla özümdədir mənim günahım. Heç kim mənim insan deyir, ağlı öz ağlıdır. Düz deyil, dostlar da yaxşı dostlar olmalıdır sənin ətrafındakı. Yəni hər o yaxşı gün üçün yox da, pis gündə də olsun, yaxşı gündə də olsun, o dostlar olmalıdır. Ancaq günahı mən elə çoxun özümdə görürəm. Ki dostları tanımamışam elə yaxşı dostları. Şükür Allah, indi varımdır yaxşı dostlarım. Onlardan qırarım. Başqa dostları tanımamışam. Mən futbolçu karyerasına daha detallı başlayaq. Ola çünki çox maraqlı karyerası olubdu. Yəni mən boşuna demədim ki, Azərbaycan müstəqillik dövrümüzdə Azərbaycan futbolun əfsanələrinənsiniz. Çünki elə verilişdən öncə anarla bu barədə müzakirə edirdik ki, Emin Quliyevdən başqa Azərbaycan həmən mövqedə də Dayaq yarımda mövqeyində ikinci, üçüncü kimlər var? Bir-iki ad saydıq, amma onlar da yəni elə bir adlar deyil. O səviyyədə deyil. Yəni, təbii ki, çünki ola bilər bəzilər sistem oyunçusu kimi daha yaxşı uğur qazana bilərlər, xal nəticələr qazana bilərlər, amma amplo olaraq, o işdə müxtəliflik olaraq, yəni enerjisi, əzmkarlığı deyək, yəni kreativliyi bəzən olma baxımından demək olar ki, yaxınıza düşən olmayıbdı. Əvvəldən başlayaq. Ümumiyyətlə futbola gəlişiniz necə alındı? O futbola gəlişi mən o vaxt rayonda atam da mənim futbolçu olub. İnşaat Sarabadda oynayıb. Elə o vaxtdan elə atamla gedə-gedə mən ən çox məktəbdə məsələn mən 6-da, 5-də, 6-da oxuyurdum. 7, 8, 9-da gəlib paslarını mənə futbola apardı özləri ilə. Yaxşı oynadığıma görə. Elə atamla elə gedə-gedə, elə orada məşqə inşaatçıda gedə-gedə vışdırqadı o gün. Mən 15-16 yaşında o gün oynayırdım orada. Sonra elə oldu ki, əskəri vaxtım gəldi. Ondan instituta hazırlaşırdım. Sonra baxdım, özü yaxşı oxumuşam mən məktəbi. Sonra düşdüm futbolun nazirə, oxumağa şey eləmədim. Nəsə görsənirdi, dedilər ki, var nəsə, ola bilərsə. Orada da mən 96-cı il idi, o müharibə vaxtlardı. Onlar yığıb apardılar əskəri yazıra. Elə oldu, Bakıya gəldim. Bakıda bir müddət qaldım, Sıxıya getdim. Orada çavuş müəllimdir onunla, məşqçilərə. Nəsə o vaxt o pulzat məndən şey elədilər, alınmadı orada. O vaxtı Qartal 95 vardı, mənim yadım. Birinci liqada var. Dinamoda, orada sağ olsun bir general vardı. Onunla şey elədik, getdim karantina, ondan sonra gəldim o Dinamoda Spatrotaya. Ondan sonra Dinamoda əskəri olarlar, elə sonra Dinamo oldu, orada başladım, oynadım. Dinamodan sonra getdim Kəpəzə. Bir il orada oynadım, 99-da. Onda da kubok götürdük Kəpəzdə olan vaxtımızda. Oradan da 2000-də getdim, 99-un axırı. Getdim Balqarıya. Yəni, millidə oynuyor, o vaxtı mən şeylə oynadı, gəlsən görmüşdülər, hansısa oyunda. Dəvət ilə orada getdim, oynadım. Orada da az oynadım, bir il, ya il yarım oynadım. Amma kubok götürmüşdünüz orada. Orada kubok götürdü, ya. Daha doğrusu o vaxtı bizdə futbolçular da vardı. Zarı da mən istəyirdim aparam özümdən ora. Nəsə orada alınmadı. Həm də tək idim, darıxıb edirdim. Bizdə də o problem var. İndi futbolçularda var. Siz də yaşamışsınız. Mən də yaşamışam. Sonra gəldim təzədən Neftçiyə, Neftçidən oynadım. Yox, daha doğrusu Şəfiyə gəldim onda. Şəfədə biraz oynadım, əskər mənim vaxtında. Sonra Neftçiyə getdim. Futbol dayandı ölkədə deyəsən, o vaxtdan sonra Neftçiyə qayıtdım. Neftçiyə qayıtdım, sonra Neftçidən sonra getdim Alanyaya deyəsən. Bəli. Alanyaya getdim. Təzədən yenə Neftçiyə qayıtdım. Ondan sonra Qızıl oyundan sonra getdim Xəzər Lənkərana. Orada başladım oynamağa. Ondan da sonra məlumdur. Sonra Karvanda oynadım, biraz Sımıqda oynadım, sonra qutardım. Çox rəngarəng karyerası olub. Yəni legioner 99-cu ildə legioner karyerası yaşamaq asan bir şey deyildi. Ona belə deyək də, ona o dəvəti almaq, onu hələ qəbul eləmək, orada uzun müddət, il yarım az deyil əslində, orada qalmaq, kubok götürmək. Daha doğrusu orada mənim öz günahım da çox oldu. Yenə qayıdıram o tək söhbət məsələsinə. Mən indi oradan, məsələn, öyrəşsəydim, qalsaydım, oradan da daha işə gedə bilərdim yaxşı klublara. Perspektiv o vaxtı vardı. Bizdə orada Rumun uşaqlar vardı. Hamısını dağıtıb İtaliya klublarından, nə bilim,
ulduz klublara yox da, orta babat klublara. Ortaokullara. Yəni özüm istəyirəm ki, hə, qoy bir işim nəsə burada bir şey olsun ki, qayıdım şeyə, Bakıya. İndi boynumu alıram mən. Yəni ki, ağlım o vaxt olsaydı, yaxşı klublara gedib oynaya bilərdim mən. İmkan da vardı. Maraqlı məqam nədir? 15-16 yaşında Premyer Liqada, indi Premyer Liqa deyirik də, yüksək dəstədə oynamağa başlamısınız. Çox maraqlıdır ki, biz indi çox bir mənfi bir fikir, bir tendensiya yaranıbdır ki, yaxşı 20-21 yaşı olan 21, futbolçular, perspektivli futbolçular deyirik, gələcək olan futbolçular deyirik, 15 yaşı var, hələ tezdir falan. 15-16 yaşında yəni nə dəyişibdir ki, o vaxtda bunu eləmək olurdu, indi eləmək olmur. Niyə alınmır indi? Valla, yenə də deyirəm, indi akademiyalara baxırsan, yəni hamısının elə şəraitləri yoxdur. İndi baxırıq, gedirik, görürük. Məsələn, mən deyərdim ki, bu klubların hərəsinin öz akademiyası, stadionlar çox olması. Məsələn, bir dənə stadionuma gedirsən, baxsan, bir 20-30 dənə komanda orada məşq edir. Vaxtları lazımdır. Məsələn, bir götürək bayaq, mən deyirəm ki, Naxçıvanın Dublinə gəlib baxıram məşqlərinə də. 1 saat vaxtları var. Bu 1 saata bu uşaqlara nə öyrətsin, nə taktika keçsin. Məsələn, mən baxıram, taktika vaxtları olmur bunlar, uşaqların beyinlərinə, o sistemi yeritməyin. Ancaq məşq, ora, bura vaxt qutarır. Bir başqa komanda gedir. O öz yerində, o təbii ki, amma yəni sizin dövrünüzdə də elə inşaatçı sahəsinin dövründə də elə bir xüsusi şərait yox idi axı. Yox idi, yox. Necə olurdu ki, onda indiki nəsil Də bilmirəm də. O vaxt ki, məsələn, indiki şərait, o vaxt şərait nə deyir? Məsələn, biz heç oynayan vaxtlarımızda da, məsələn, Neftçidə də oynayanda, Lənkəranda da oynayanda bizə heç o çox indiki sistemlər yeridə bilmirdilər bizə. Yox idi da, taktika yox idi, zəif idi, onu da öyrətmirdilər. Məsələn, Arasan müəllim biraz şey eləyirdi, indiki kimi yox idi. Yəni artmamışdı. Biz elə gücümüz ancaq elə çox var, hara gəldi qaçırdıq. klassik olaraq məşqçi çıxın öz oyununuzu Aysel oynuyor, ancaq taktikayla hərə öz mövqeyində, hərə qaçmaq lazım, güc də qalırdı. 50-60 dəqiqədən sonra ki, bizim gücümüz gedirdi. Hərə gəldi qaçmaqdan. İndi bilmirəm, yəqin uşaqların normal yetişə bilmirlər, nə problem var. Qidalanma var, ya bu uşaqlar bu telefondan çıxandan özlərinə baxmırlar, rejim saxlamırlar. Niyə dayaq yarım müdafiəçisi mövqeyi? Öz-özünə alındı, yoxsa istəyir? Mənim birinci gələndə, o vaxt Vaqif müəllim mənə birinci Zboniya çağıranda Sadova. Onda mən sol müdafiəçi oynadırdı. Sol məni çox mən harada qoydu, orada oynaya bilirdim. Ancaq ən yaxşı oynadığım rahat o, həm Apollon'da da oynuyordum, həm də axırıncı müdafiəçidə oynuyordum. Axır vaxtda o ki, axırda oynuyordum, Lənkəranda oynayanda. Son müdafiəçilərə 2 dayağın birini mən oynuyordum. Rahat hiss edirdim. Həm də ki, mən biraz o vaxt Lənkəranda da oynayanda, biz də, məsələn, Neftçidə də, Vidadi Mahmud oynayanda mən çox işləyirdim də. Ən son mən qaçırdım adlara, qara işi mən gördüm, bunlar oyunu aparırdılar. Paylamaq işlərinə bunlar baxırdılar. Dayaq yarım müdafiəçisi mövqeyində, yenə də o sözümüzü davam elətdirirəm, dayaq yarım müdafiəçisi mövqeyində, bəlkə də bu subyektiv fikir olacaq, Emin Quliyevdən sonra o tipdə oyuncular demək olar ki, yadımıza gəlmir. Yəni bunu təbii ki, özünü tərifləmək məqsədindən demirəm, amma yəni o mövqedə çoxlu futbolçular oynadılar, amma hələ də o səviyyədə yetişmir. Bunun konkret bir səbəbi ola bilərmi ki, həmən mövqedə niyə oyuncularımız o dərəcədə inkişaf eləmirlər? Böyüklərdən deməyim, cavanlara baxıram da oyunlarına. İndiki, məsələn, cavanlar şeylərindən demirəm də, top istəməyə qorxurlar. Məsələn, açılmağa qorxurlar, hərəkətləri az olur. Məsələn, yerlərində top istəyirlər. O gün şeyə getmişik, bu indi söhbəti ora adı bir dənə mini futbola. Şeyin oyununa. Baxırsan, Benfica'nın oyuncuları bir dəqiqə bir yerlərində dayanmırlar da. Ancaq hərəkətdə. Bu futbolda da hərəkətdə dayanıb oynadınsa, paslarını sən ya belində hiss eləyəsən, ya açılasan istəyəsən, yerində dura-dura. Bilməm, ya əziyyət az çəkmək istəyirlər, ya özlərin vermək istəmirlər əziyyətə. Məsuliyyət problemi. Məsuliyyət, əlbəttə məsuliyyət. Sizdən sonra ümumiyyətlə o mövqedə oynayan futbolçulardan kimsə qeyd edə bilərsiniz? Deyək, məsələn, Qara Qarayev, Elvin Samolov da o mövqedə oynayır, başqa bəziləri də var. Yəni kimdəsə o potensialı görmüş ki, daha da yaxşı ola bilərdi, amma Valla Qara da oynayırdım mən, Həlimə yerdə Apollonda. Qara da yaxşıdır, top alırdı, topla yaxşıdır. Ancaq Qaranın biraz o, bayaq Kənan müəllim dedi, o
qara iş məsələsi o işdə biraz advoqarı idi. O biraz Zəifdir. vardı, ancaq elə də İstənəsə belə deyil. Hə. Ancaq toplananın yaxşı idi, almağı, açılmağı, verməyi. Bəlkə də sistem oyunçusudur. Bəlkə də Qarabağda onun tələb olunur deyə ola bilər. Ola bilər. Yəni ondan o əlavə o belə deyək də o hansı xüsusiyyətlər tələb olunmur, göstərməyə hə. ehtiyac olmur deyə o ancaq o al ver, mövqeyi düzgün seç. Hərdən məşqçi necə sistemi başa salırsa ona, nə tələb eləyirsə onu da. Sizdən məsələn Asəli Mirzəvolov nə tələb edirsən? Emin Quliyev Apollon səndən tələb olunan nə idi belə deyə o? Valla yenə də deyirəm, bizdə o vaxtı indiki belə sistem yox idi. Məsələn, mən harada olmalıyam, hara getməliyəm. Orada özümüz, insanın özündə də, bu futbolçu necə deyirlər ki, bunu heç öyrətmək lazım deyil, bu onu bilir. Məsələn, bizdə Apollon idi, sağ mövqedə oynayan yarım müdafiəçi gelirdi. Uca mən özümdən heç məşqçi də demirdi ya. Mən onun yerini straxovka eləyirdim. Düşürdüm ora. Yəni özündə də futbolçun olmalıdır. Bir də yenə də deyirəm sistem. O vaxtki sistem biz zəif idi. Elə millidə də oynayanda da, klublarda da oynayanda, yəni belə indi kimi inkişaf yoxdur. Məsələn, indi uca yavaş-yavaş oxuya-oxuya hamısı artıq. Ona görə xaricdən oynayanda biz 60-lərdən sonra uca qaça bilmirdik. Onlar sistemdən bizi nətər gəldi, onlar az qaçırdı, yerlərində oynayanda biz hara gəldi qaçırdıq. Balqaristana getmişdiniz. Orada da yəni bu dərəcədə yəni inkişaf üçün imkanlar yox idi, yoxsa ki Vallahi yalan deyim, o vaxtı Balqaristan yəni indi kimi deyildi. Mən gedən vaxtında yaxşı çempionatlara da gedirdi. Yaxşı klublar da vardı çempionluğa nəticədə. Yığmalar da yaxşı idi. Yığmalar da yaxşı idi, bəli. Oralar da sonradan nəsə düşdülər. Ancaq o vaxtı yaxşı idi mən gedən. Siz Varnaya getmişdiniz əfərimizə? Yoxsa Mən yox, mən Litex'dəydim. Loveç şəhərində. Litex komandası. Onlar da o vaxt yaxşı idi. Onlar çempionluq oynadan da kubok götürdü. O vaxt Levski oldu. çempionatda zəfərinizi 5-ci yer tutmuşdu da. 5 tutdu, sən də kubok götürdünüz. Kubok götürdü. Oradan da sonrakı davam eləməyinizə yəni dediniz ki, şeydir də, yəni öz xasiyyətinizdən o. Valla özümdə oynaydı. Orada yenə də deyirəm. Orada yaxşı şəraitim də vardı. Orada yaxşı formada olan vaxtlarımız. Yəni zaman vaxtlarımda gedib daha yaxşı karyera eləyə bilərdim. Yəni onun günahın özümdədir. Mən indi boynumu alıram. Yəni ki, indiki uşaqlar da baba gedir məsələn. Görürəm ki, gedirlər, tez qayıdırlar. Ancaq çalışmalılar ki, oradan daha geçsinlər yaxşı klublara, yaxşı çempionatlara. Bu bizə həm millimiz üçün də yaxşıdır, həm öz karyerası üçün də gəlib milliyə kömək eləyir də. Yaxşı. Məsələn, biri var bizim çempionatda oynayır, biri var gedir məsələn, oynayır, Türkiyə çempionatında oynayır, ya Çexiyada oynayır, Çexiya çempionatında. Normal çempionatdadır. Oradan daha yaxında Avropaya düşmək daha rahatdır. Balqaristan başa düşdüm, sonra yenə də gedib, yenə də həmin hadisə baş verdi. Elə ki, Alanyaya getdi, yenə də təzədən geri qayıtdınız. Yəni bu onun vaxt keçəndən sonra da elə ki, fikriniz dəyişmişdi. Elə o Valla mənim boynuma yenə alım. O vaxtı məsələn mənim Azərbaycanlı futbolistlərdən kimsə yanımda olsaydı, mən inanıram ki, gəlməzdim, elə qalardım oralarda. Kimsə aparardınız da sizdə. Mən çalışdım o vaxtı. O vaxtı Zarın da yaxşı vaxtları idi bizim Tağzadənin. Çalışırdım orada ki, nəsə oradan alınmadı. Nəsə burada biraz o Fuad Musayev müəllimin o vaxtı Allah rəhmət eləsin. Problem yaranırdı. Orada da biraz nəsə qaldı, nəsə alınmadı. Ancaq çox çalışdım mən Zarı reformalarda. Zahir Tağzadənin məsələsi çox müzakirə olundu. Zahir Tağzadə müsahibə vermir deyə biz ondan soruşa bilmirik. Yəni hər cür cəhd olubdu, danışmır. Bəlkə bir hissədir. Yəni Zahir Tağzadənin o prosesində siz iştirak eləmişsiniz Fuad Musayev dövründə. Bildiyiniz nə var ki, yəni nə baş vermişdi ki, Zahir Tağzadə gedə bilmədi? Yəni öz istəyi yoxdur, o başqa məsələ. O ola bilər ki, öz istəyi. Amma mən düşünmürəm ki, yəni xüsusilə də gənc vaxtında elə bir təkliflər olsa ora getmək istəməsin. Fuad Musayev deyilinə görə çox böyük pul istəyir həqiqətən. Vallahi o vaxt elə söhbətlər vardı. İndi babalıyım olmamışam, eşitmişəm. Eşitdiniz təbii ki. Vardı ki, məbləğ çox o vaxt istəyirdilər. Yaxşı klublar da istəyirdi Zahir o vaxtı. Alınmadı da qismət. Sizə mane olmamışdı Fuad müəllim? Yox, nabarad, mən indi bir dənə şey danışım burada. O vaxtı Dinamoda Kəpəzə gedəndə mənim o vaxtı kontraktımı artırmışdılar. Özləri qol çəkib. Dinamoda. Dinamoda. O общем, o sənə deyim ancaq rəhmətli futbolçulara çox şey eləyirdi. Mən dəstək olurdu. Dəstək olurdu, hə.
Gəldim, o şimdi dedim ki, bəs şeydir də, kəpəz istəyirəm, mən getmək istəyirəm, kontraktımdan mən qol çəkməmişəm. Baxıram kontraktıma görə mənə yerimə qol çəkiblər. O şimdi filan kəsi çağırdı, mənim yanımda. Dedi, get uşağı sava göndərin, geçsin şeyə qal. Getdim, mən kəpəzlə bağladım kontrakt. Həll edə o məsələni yəni. Həll elədi. Yəni görün hansı dövr olub da, yəni o o vaxt. çətin vaxtlarda olubdu. Yəni çox ciddi qeyri-peşəkarlıq olubdu və o dövrdə oynamaq da, karyera qurmaq da, millidə ümumiyyətlə futbolçu karyerası qurmaq heç də asan deyildi. Asan Yəni deyildi. çətin dövrlərdir. Çətin dövrlərdən sonra, bir müddətdən sonra təbii ki, indi Neftçiyə gələcək, amma elə bir ki, bir qədər o yüksəliş dövrü başladı. Azərbaycan futbolunda çoxlu pullar gəlməyə başladı. Klublarımız yarandı, futbol bumu yarandı. O dövrdə də ön planda olanlar futbolçulardan biri, bəlkə də ən birincisi Emin Quliyev idi. Çünki Emin Quliyev, Rəşad Sadıxov, Zahir Tağzadə, Mahmud Qulun 3 futbolçu vardı, bəli. O dövrlər haqqında danışmağınızı istəyərdim. Yəni ki, birdən-birə düzdür, futbolçu yaxşı karyera digər komandalarda da oynamısınız, Balqaristanda oynamısınız. Sonra birdən-birə elə bir ki, pul çoxalmağa başladı. Bunun müsbət və mənfi tərəfləri nə oldu? Necə xatırlayırsınız o dövrü? O vaxtı biz Neftçidə oynayanda Lənkəran loji təzə yaranmışdı da. 2004-dür, 2004-dür. 2004-də. Onda elə biz oynayan vaxtlar da normal Neftçidə o vaxt Ramil Musayevdi bizdə. Bəli. Vitse-prezident gedirdi. Elə normal o vaxtı ancaq biz oynayıb gəlirdik, bizdə elə sistem qurmuşdular ki, hər oyundan sonra premiyamızı gəlib oyundan sonra bazda alıb çıxıb gedirdik. Onda da səhv eləməmizə bir $500 ya nə qədərsə alırdıq. Sonra şey elədilər ki, bəs eşidirdik ki, bəs Xəzər Lənkəran Nietzsche'larına gətiriblər sponsorlara $1500 azad pul verirlər. В общем, qızıl oyundan sonra mən çempion olandan sonra dəvət aldım oradan. Dəvət aldım, ancaq Neftçidən açığı getmək istəmədim. Mən şeylədilər, oturdum, danışdım bunlarla. Gəldim, mən sonra Neftçidə oturdum, danışdım. Dedim, bəs belə-belə, mənə belə təklif var. Bəs bu qədər də orada, siz bu qədər eləyirsinizsə, lap az qiymətində, o qədər şeylədir. Nəsə, dedi, yox. Mən də çıxdım, getdim Lənkərana. Daha ki, burada biraz problemlərim oldu. O qızıl oyun mükafatının zadını vermədilər mənə. Sırf sizə yoxsa ümumiyyətlə futbolçuların hamısına? Yox, verdilər hamısına, mənə vermədi. Sonra eşitdim ki, çağırdılar ki, bəs Emin bizdə oldu 6 ay bundan qabaq Lənkəranla kontrakt bağlayıb. Halbuki elə bir söhbət zadı yox. Qızıl oyundan sonra mən görüşdüm, olanla danışdım. Ona da kontraktım qurtarmışdı. O gün belə, sonra getdim orada Lənkərana. Lənkərana oradan birdən-birə ora gedəndə, yəni Lənkəranda elə ki, Allah Müvazı müəllimin birincisi balasını saxlasın. O çox adama köməkli edir, həm futbol barədə, həm insanlıq barədə. Yəni Azərbaycan futbolun unutulan qaldırmağından da biri, insanlardan biri də o idi. Ondan sonra başladılar klublar qalxmağa, çempionlar başladı maraqlı olmağa. Çempionlara 6-7 klub oynayırdı. Yəni müsbət cəhətləri də oldu, mənfi cəhətləri də oldu, belə deyə bilər. Mənfi cəhəti oldu ki, pul işi köradı. Müsbət cəhəti də oldu ki, yəni yaxşı xatirələr yadda qaldı. Xəzər Lənkəran xatirələrinizi danışmaq istəyirdim. Xəzər ümumiyyətlə kimi dindirirsən, kim ki Xəzər Lənkəranda yarım sezonda oynayıbsa, bir sezonda oynayıbsa da mütləq şəkildə oradakı havadan, oradakı yəni atmosferdən danışır. Xəzər Lənkəran barədə nə deyə bilərsiniz, nə danışa bilərsiniz? Allah, Xəzər Lənkəran barədə çox şey deyə bilərəm. Birincisi, onların elə azərkeşlərinə hamısına təşəkkürümü bildirirəm. İkincisi, biraz pis olam ki, indi orada futbol yoxdur. Azərkeşlər futbolsuz qalıblar. Ümid edirəm ki, inşallah nə vaxtsa olar yenə. İkincisi də ki, xatirələr çox olub orada. Elə başda çox xatirələrin çoxu Xəzər Lənkərana aiddir. Yəni, çox şey danışmaq olar. Siz Lənkəranda qalırdınız da? Lənkəranda Harada qalırdınız? Lənkəranda da qalırdıq. Əvvəl burada da qalırdıq Bakıda. Ancaq oyunlara gedirdik. Oyuna məsələn bir gün qabaq məşq edib, sonra oyuna çıxıb gəlirik Bakıya. Sonra o gün başladıq yavaş-yavaş orada qalmağa, bazı etkiləndən sonra. Birinci şeydə qalırdıq. O vaxtı o dənizə yaxın Olimpiya stadionu vardı. Pis vəziyyətdə. Oteli vardı, orada qalırdıq. Ancaq orada
xallar çox itirirdik o vaxtı. Paşda heç oynada bilmir, ancaq neçə oynuyorduk, ya məsələn, uduzurduq bəzi oyunları. Ancaq stadion tikiləndən sonra başladıq orada Paşda bir dənə oyun uduzmurduq da, elə gələnlər elə yolda uduzurdular ki, gedirlər Lənkəran. Həm ab-hava da yaxşıdır, çox gözəl idi. Bayram olurdu. Orada futbol olanda məsələn şeydə o ki sevinirdilər ki, qoza nənələr hələ bazarda da ki, Lənkəran oyunu var. Oyunu hamına gəlirsin. İndiyə kimi əlaqəniz qalır azarkeşlərlə, danışırlarmı sizinlə, görəndə? Valla bəzilər var, danışırlar. Komanda ilə o vaxt işçilər zadı orada qalanlardan əlaqəmiz var, danışırıq. Bu yaxınlarda Lənkəranda olduq bu veteranlarla. Getdik, orada görüşdə elədik çoxları ilə. Siz Ağasəlim Mirzavodun dövründə çempion oldu komanda. Amma ondan sonra bir eniş yaşandı. Mənim məsələn o maraqlıdır, həmin dönəmdə çox pis bir dönəm oldu. Bir Pasulka gəldi, hətta o dönəm oldu, o getdi, başqa bir məşqçi gəldi. Siz də komandada aparıcı futbolçulardan birinizə. Nə baş verdi? Ümumiyyətlə Lənkəran çox imkanlı klub idi, amma Avropada ciddi bir uğur qazana bilmədi. Elə qazandığı ciddi nəticə belə deyək də, bir Ağasəlim Mirzavodun dövründəki çempionluq, sonra birlik kubok qazandınız. Bir də səhvimizə Toşaqın vaxtın kubok götürmüş. Ümumiyyətcə komanda ondan sonra Avropada da xüsusilə mən qeyd edim, ciddi bir uğur olmadı və hətta etap keçə bilmirdi. Pul vardı, şərait vardı, amma niyə uğur gəlmədi o çempionluqdan sonra? Valla həm məşqçi tez-tez dəyişilirdi orada, həm bir məşqçi yığılana kimi o birisi məşqçini gətirirdi, o birisi oyunçu gətirirdi, 5-i birini gətirirdi, 5-i o birisi gətirirdi. Elə biraz problemlər vardı. Həm də ki, biraz artış olandan sonra, biraz da klubun ətrafında biraz problemlər olurdu. Ucuz aviabilet hansı günə var? Sualını tez-tez verirsinizsə, aybilet.az-a daxil olub təqvim bölümünə keçid alın. Uçmaq istədiyiniz şəhəri daxil edin. Bu cədvəl sayəsində ən ucuz biletin hansı ayda və ayın neçəsi olduğunu öyrənə bilərsiniz. Əgər çətinlik çəksəz, saytın sağ tərəfindəki video təlimatdan faydalana və ya WhatsApp-dan dəstək ala bilərsiniz. aybilet.az. Səyahət bizimlə başlar. O vaxtı qeyd elədiniz ki, yəni ki, o məşqçilər dəyişəndən başqa da orada legioner futbolçuların da sayları çoxalmağa başladı. Elə ki, həm haqsız rəqabət də yaradılmağa başladı. Elə bir şey oldumu ki, məsələn, məşqçilər gələndə sizə qarşı haqsızlıq eləyərək bəlkə öz futbolçularını daha çox irəli verməyə çalışdılar, yoxsa belə bir şeylər olurdumu? Valla bizdə məsələn elə kaşyak oyuncular vardı ki, onların hörmətləri çox oldu. Məsələn 2-3 nəfər vardı. Gələndə hər öz oyuncusunu gətirirdi, çox var. Ancaq biz elə kollektiv özümüz yaradırdıq ki, məsələn həm lider olurduq, həm də ki çalışırdıq ki minusumuz olmasın ki, səhər nəsə bizə bir minus desinlər ki, yəni lider barəsində deyirəm də. Məşqçilərin də çoxu paslarını çağırıb bizlə məsləhətləşirdilər. Məsələn biz yığırdıq 3-4 nəfər uşaqlarla, komanda ilə zadla. Ancaq sonra elə oldu ki, məsələn yaxşı legionerlərdən sonra başladılar o zəif legionerlər, gəlirdi baxırsan ki, məsələn alçını hamı alsın. Yaxşı məvacib alır, ancaq o aldığı məvacibin əvəzini verə bilmir. Elə başladı ki, biraz spat getməyə qalıb komandada. Təzədən sonra yenə məşqçi gələndə bir də görürsən ki, seçimi yaxşı oldu, yaxşı gəlirdi, düzəlirdi. Belə. Lənkərana keçidiniz barədə danışanda, təbii ki, bu mövzu haqqında düzdür, bir qədər danışdıq, amma elə o qızıl oyundan sonra Neftçidən Mahmud Qurbanov, Emin Quliyev, elə yadda qalan ikisi də əsasən, o birdən getmə. Onlar, yəni sizin həqiqətən də çox böyük bir məbləğə getdiyiniz deyilirdi. Düzdür, rəqəmi açıqlamaya bilərsiniz o öz yerində. Amma ortada yəni o qədər mi fərq var idi ki, futbolçular ora axışmağa başlayırdılar? Vallahi sir deyil, deyərəm burada. Mən ilə Lənkəranla bağladığım kontrakt birinci il 230 min manat olmuşdu. Sonra birinci ilim elə oldu. Sonra biraz aşağı düşdü, elə bağladım. Ancaq mən yenə də deyirəm, mən gəldim, həmin Neftçi rəhbəri ilə oturdum, danışdım. Burada da açığı deyəcəm. Dedim, 50 min mənə aşağı verin. Rayon yerdə, burada evim inçidir. Mən qalım burada sizdən oynayayım. Mən bir müsbət cavab gəlmədi. Mən də məcbur çıxdım, getdim Xəzər Lənkərana. Orada milyon söhbəti olurdu. Yəni müzakirələr deyirdi ki, bəzi futbolçular... Vallahi sonra mən də eşitdim ki, bəs elə bir şey olub,
Mübariz müəllim falan, məsələn, Rəşad Sadovun adı vardı. Zavod Hazırdan. Hazırdan adı var ki, yaxşı pul təklif ediblər onlara. Mən də eşitmişəm. Amma söhbətin içində olmamışsınız da, prosta eşitmişsiniz. Söhbətin içində olmamışam, yox. Ancaq elə bir söhbət olduğunu eşitmişəm ki, elə bir olub. Təklif göndərib, nəsə alınmayıb sonra deyəsən. Neftçidən danışaq. Neftçi də sizin karyeranızın xüsusi yerlərindən birini tutur. Orada da nəticələriniz olub, çempionluğunuz var. Birlik kuboku. Birlik kubokundakı məşhur maçlarda iştirak etmişsiniz. Neftçi sizin üçün nə deməkdir? Valla, Neftçi üçün də mənim ən doğma əziz klublarımdandır. Neftçidə də mən elə ən yaxşı vaxtlarımı Neftçidə artırıb getmişəm mən sonradan. Milli oradan Legioner də olmuşam, Milliyə də getmişəm, sonra Xəzərlənkana da getmişəm. Neftçi klubu mənim üçün tramplin olub da. Çox xatirələr var onlarda da. Yəni, axır vaxtlarda belə şeylər olmağa mənə də çox üzür. Yəni, əvvəlki kimi də o adı, mən də istəyərdim ki, Qarabağ kimi onun da adı, rəqabətləri eyni olsun. Yəni, nə deyim, bir il o olursa, bir il bu olsun, 2 il olursa, 2 il Neftçi olsun çempion. Rəqabətlər, yəni ümid edirəm olar inşallah. Yəni, Neftçi də mənim üçün çox əziz klubdur. Onlara da uğura razı edirəm. Neftçidəki dövrünüzün ən yaxşı vaxtın birlik kubokunu qazanması hesab edilmək olarmı? Emosional baxımdan daha çox olar. Olar, elə birlik kubokunu elə başlayıb, finalda da elə Lokomotivə qarşı başa-baş oynayırdıq. Biraz studiya problemləri var, o Lokomotivin də yaxşı vaxtları var. Suyumun orada başlamaq istəyirdi. 2-1 uzmuş, hesab açmışdı, sonra desən 2-1 uzmuşdu. Yəni o ermənilərlə də oyunki danışmağa yeri yoxdur. Elə onu da ona gətirirdi. Mən sizdə maraqlı olan tərəfi də ermənilərlə maç idi. Düzdür, indi bu hər şey bitib, artıq müharibə. Yəni biz qalib ölkəyik, qalib tərəfik. Sadəcə o vaxtı vəziyyət başqa idi. Yəni o vaxt başqa idi. O maçı xatırlamaq istəyirdim. Öncəsi, sonrası. O vaxtı ajitaj, çox böyük ajitaj vardı ki, ermənilərlə. Məsələn, bilmirəm, uşaqlardan eşitməmisiniz. Oyundan bir gün qabaq heç birimiz həyəcandan yata bilmirdik də, oyuna hazırlaşanda. Ki, səhər məsələn, indi oyunda bilmək olmur, udursan da. Elə oldu ki, uduzluq nətər qayıdacaq Azərbaycana, cəmaata nətər baxacaq. Elə başı yığışırdı otağa, o vaxt Vidadi, Rızayev, hamısı oradaydı. Söhbət edirdik, hamı bir-birinin otağında. İndi Allaha şükürlər olsun ki, həmin oyunu qələbə qazandıq. Yəni, o xatirə mənim ölənə kimi yadımdan çıxmaz, o sevinç, o abu-hava. Necə öhdəsində, stresin öhdəsində necə gəlmişdiniz? Yəni, yumruq olduq da, necə deyək, dəmir yumruq olduq ki, bu oyunu udmalıyıq, başqa yeri yoxdur. Yəni, o vaxt azərkeşlərimiz də çox gəlsə, padeşk elədilər biz orada, Moskvada. O təxribat da yaşanmış səhv eləmirəmsə, oyundan əvvəl olmuş deyə sonra oteldə desən. Yox, oyundan sonra gəldik. Oyunda da biraz oldu, orada yüngül oldu oyunda. Oyundan sonra oteldə aləm dərdi bir-birinə də. Eyni oteldə qaldı səhv eləmirəmsə. Eyni oteldə qalırdı və orada. Nə bax, onlar tərəfdən oldu, yəni gəldilər, nəsə söz atdılar yoxsa? Onlar tərəfi, yox, heç biz yeməkdən çıxırdıq deyəsən, nəsə kimsə söhbət oldu, sonra aləm dərdi orada bir-birinə. Halbuki o şeylərindən, Qurban müəllimin zadının əllərini atıb yumruğuna zadını almayı, ondan sonra baxışda gücünə o otelin axanlarla hamısını çağırdılar, ağlaşdırdılar. Sonra yenə oteldə qaldı, yoxsa desən ayrılmışdılar, onları göndərdilər? Yox, onları göndərdilər, səhv eləmirəmsə. Milli ruh təbii ki, vacibdir və milli komandada da yəni iz qoymuş futbolçulardansınız. Yəni milli komanda biz əvvəl yenə də qeyd elədik ki, yəni Azərbaycan futbolunda dayaq nöqtəsində deyəndə, yəni müstəqillik dövrünün 11-liyini hesablasaq, orada dayaq nöqtəsində Emin Quliyevin adı olacaq, bu şübhəsizdir. Milli komanda ilə bağlı xatirələrinizi bölüşmək istəyirdim. Yəni milli komandada oynamaq sizin üçün nə deməkdir və orada özünüzü necə hiss edirsiniz? Orada daha çox güclə oynayırdınızmı, yoxsa ki sadəcə yəni klubda necə, orada da? Valla mən yenə həmişə demişəm, milli komanda başqadır, klub komandasına bənzəmir milli komanda. Milli komanda məsələn gələndə mən həmişə fikirləmirəm, mənim bu axan damarımda qanımdır milli komanda. Bəzən söhbətlər olur, deyirlər ki, filan kəsə görə, filan məşqçiyə görə, milli komanda belə. Mən onu düzgün saymıram mən.
O sən Azərbaycanlısansa, məşqçin fikirləşməməlisənsə. Özün öz ruhunla, öz gücünlə. Düz deyil, oyunçu səndən də güclü olar, optun olar. Ancaq sən öz xarakteri qoymazsan boyada. Məsələn, deyirlər ki, filan məşqçiyə görə. O məşqçiyə görə sən öz oyununa görə oynamalısan, o məşqçiyə görə yox. Yəni, mən elə fikirləşirəm. Milli komanda, yəni millətin komandasıdır, klub deyil. Milli komanda karyeranızı necə dəyərləndirərsiniz? Yəni yaxşı alındı mı sizə görə? Yaxşı alındı deyəndə daha da oynaya bilərdim mən. Mən elə milli komandadan gedəndə mən ən yaxşı vaxtlarımdır. Ən formada olan vaxtlarımdır. Nəsə Yox, getdim deyəndə dəvət eləmədilər yəni ki, yoxsa özünüz yox, kimi Fox gələndə dəvət eləmişdi. Dəvət elədi, getdi, zborda da olduq. Sonra ondan sonra nə oldu, olmadı, dəvət eləmədilər məni. Halbuki o vaxt yaxşı olan formada vaxtlarımda idi. Səbəbini öyrənmisiniz, niyə dəvət eləmədilər? Allah səbəbləri o vaxt indidən gəlir çatır. Elə o da mənim özümdə qalsın. Səbəbləri var, ancaq mən özümdə saxlayayım. Yəni sizə qarşı qərəzli davranmışdılar da. Bilərəkdən kiminsə Nəsə o qalsın məndə. nə vaxta qədər saxlayacaqsınız sizdə? Elə qalsın məndə o. Yox, yəni nəyə görə deyirəm? Burada təbii ki, biz də istəyərdik eşitmək. Sadəcə Emin Quliyev kimi futbolçunun milli karyerasının birdən-birə dayanması, yəni gözlənilmədən dayanması, bu artıq elə bir məsələdir ki, bu artıq sizdən də çıxıb. Yəni sizə təkcə sizin danışacağınız bir şey deyil. Çünki bu milli komandada burada ən yaxşılar oynamalıdırlar. Yəni ola bilər ki, kimdənsə bəyənməyə bilərik, kiminsə nə bilim saçını bəyənmədik, yerişini bəyənmədik, oyununu bəyənmədik. Amma bu əgər bir futbolçu milli komandada milli komandaya layiqdirsə və milli komandaya xeyir verə bilərsə. Özü təcrübəli futbolçudur. Təcrübəli futbolçusu oynamalı. Çünki milli deyirlər ki, gəncləri verək qabağa oynayır. Milli komandada nə gəncləri? Milli komandada ən yaxşı kimsə o da oynamalıdır. Sadəcə maraqlı oldu ki, niyə birdən-birə oldu? Yəni kimlərsə mane oldu, federasiyadan şəxsi olaraq kimsə mane oldu. Allah elə tək onda mən də deyildim. Zaur da mənlə bir yerdə idi. Ondan sonra onu da çağırmadılar, nə məni çağırdılar. Zaur məsələn bildirmiş ki, burada mən dəvət elədim, Zbora da getdim toplanışa. Sadəcə orada Fox elə daha çox tələb edirdi qaçmaq falan. Mən özüm gəldim dedim ki, yəni mən bu yaşdan sonra artıq qaçsam deyirəm, mənə bir də milliyə çağırmayın. Yəni bu adam etiraf elədi ki, Zaurun fikridir. Sizdə necə var? Zaur heç bizlə oynayanda da elə o qədər çox qaçmır. Zaur elə futbolçu olub ki, mənim məşqlərdə bir özümüzdən götürək də məsələn. Bir naqruska verəndə eləyirdik. Ancaq Zaur naqruskadan qaçan futbolçu olub. Ancaq Zaur hər oyunda, hər momentində, hər qolunu vurub. Elə oyunçulardan olub Zaur. Bəs sizə niyə belə münasibət oldu? Vallahi bilmirəm mən onu. Belə başlasın, kənar müdaxilə olub da millidə də. Aslan kənar müdaxilə olub, Yəni biri var ki, mənim orada mövqeyimdə deyərdim ki, siz demişkən, kimsə gətirdilər, vardısa, ya mənə çağırmadılar, elə bir şey yoxdur. Çağırmamanın səbəbini yəqin ki, özləri bilir də, nəyə görə çağırmadılar. Maraqlıdır. Milli komandada çox səhvlər olub. Elə Foxun dövründə də səhvlər olub. Ondan sonraki dövrdə də xeyli səhvlər oldu. Futbolçularla bağlı, idarə etməklə bağlı. Bu artıq bu qədər uzun müddət danışılıbdır. Milli komandanı danışdıq, Neftçini danışdıq. Karyeranızı bitirməyə doğru getdiyiniz dövrü də danışaq. Bu barədə danışmalıyıq. Xəzərlənkardan getdiniz. Getməyinizə səbəb nə oldu? Valla indi o yaxşı sualdır. Mən burada açıqlayayım onu. Deməli, mən gedən vaxtı İqor Panamorovun vaxtındaydı. Gəlmişdi komandaya. Bizim səhv eləmirəmsə burada Bakı ilə oynayırdıq. Tofiq Bəhramovda. Onda 2-0 uduzduq deyəsən Bakıya. Həmin momentdə də deməli mən qırmızı aldım. Bir dənə də moment oldu məndə. Məndən top Uqlavoya çıxdı. Uqlavoydan qaldırdılar, qol vurdular. Roşum uduzduq 2-0. Gəlmişik, onda da Kayseridə qaldı. İnqilabda Kayseri otel vardı, orada qalıbdıq orada. Gəldik ora, bir də gördüm otaqdayım, Samir Ələkbərov gəldi. Bəs belə, bəs deyirlər ki, bəs şeylər, Emin Beşvi, sənin komandadan. Nə məsələ? Daha heç də deməyiblər, aksiyonu belə. Bu kimi elədik. Gəldik, getdim ofisə sonra.
Ofisə getdim, belə-belə. Mən eşitmişəm ki, qulağıma çatıb ki, bəs kim özdə mən də, mən oyun vermişəm də. Oyun vermişəm. O şimdi dedim, yaxşı da, belədirsə, onsuz da bu kim atıb söhbət, nədir? Maksimum 40 gün içində hər şey bilinəcək. Gəldim o vaxtı Mayıs müəllimin yanına, söhbət zad ora-bura, belə. Yox, birinci Zəfər vardı o vaxt, bilmirəm, bilirdiniz yoxsa? Bəli, Zəfər. O şimdi girdim yanına, deyirəm, bəs mənə belə-belə də, eşitmişəm belə bir söhbət var, belə söhbət var, mən belə olmuşam, belə, məsələn, ağzıma gələni dedim bunlara. Yox, onun kim deyirsə, belə söhbət ola bilməz. Akadsa bunların öz planları olub. O vaxtları, indi açıq deyirəm də, studiya pul veriblər. Bilməm, 30 ya 40 min söhbəti olub, studiya pul veriblər. Bəs yox, komanda öz gücünə udacaq, pulu saxlayın, verməyin studiyaya. Yəni, neyək, oyundan sonra ataq Emin üstünə, bəs Emin oyun satıblar. Bu hamısı elədi. Sonra ikinci dəfə mənə kluba çağıranda, şeyin vaxtında, Mayıs müəllim mənə dəvət elədi, görüşdüm. Dedim, belə-belə də, görürüzlər oraya, yaxşı şeylə. Dedim, yaxşı yox, bəs belə-belə də, insan belə şey atmaq olmaz insanın üstünə. O vaxt elə mən onlardan şey elədim sonra. İncidim, prinsipə düşdüm. Məndə 3 ay maaşım qalmışdı bunlarda. Onda da 10 min maaş alırdım mən. Dedim, məndə o vaxt bizim bir Kamil var. İndi Nefsidə işləyir bu min. Bəs mənə dedi ki, bəs şeylə də, gəl eləyək. Dedim, arada 3 ay maaş deyib, yox, niyə bəs qalmasın burada, bu almalısan sən. O şimdi şey elədim, bundan düşdüm, mən bunlarla prinsipə başladım. Bunlar da məndən atıb yenə 100 min pul istədi Xəzər Lənkəran, başqa kluba. İndi onu da açıqlayıram burada. O vaxtı Qurban müəllim bizim Elçinlə mən çox yaxın olmuşam, Rəhmanovla. Bəs deyədi ki, bəs Eminə denən, mənlə o vaxtı ən yaxşı formada da, özümü yaxşı hissəyim vaxtlarımda. Neçənci il idi? 2008. Bəs Eminə denən gəlsin, mən 100 mini vereyim, aparsın versin, gəlsin bizə. Qarabağa. Elə ondan sonra biraz məndən incilizad olmuşdu. Dedim, yox, mən də kimşən, bu da mənim başımı yiyir ki, kimşən bulanın prinsipə. İndi peşman olmuşam, deyir, sonraki peşmançılıq fayda vermir. Kaş elə o vaxtlara gedərdim. Amma o gün vaxt uzandı. Bu da gəldi, axı baxaq ki, mən də kontraktım AFA kontraktı da. AFA ilə bu pulu ala bilmirsən, AFA kontraktını. O gün pul da baxdı, getdi. Bu şey də dəvət də baxdı, getdi. Sonra axı vaxtları öyrənəm ki, heç bilməli ki, bəs o vaxt Qurban müəllim dedi, gəl. Demin ki, şey eləmədi, üstünə düşmədi, biraz incilik olur sənə. Dedim, mən heç olmaz da, qismət. O belə. Siz yəni Qarabağa yoxdunuz, nəyə görə? Yəni Lənkəranda qalıb oynamaq istəyirsiniz, yoxsa Lənkərandakı pulu almaq istəyirsiniz? Mən biraz uzatdım, o vaxt da uzandı, şey elədi. Ondan sonra səhv eləməzsə ya Karvana getdim, ya da Simurqa, yox, Karvana getdim. Simurqda bitirdim, Karvana getdim, Yunus müəllimin vaxtında. Formamızın yaxşı vaxtındaydı. Sonradan Karvana, Simurq, amma sonra birdən elə bir ki, karyeramızı bitirdiniz. Yoxsa düzdür, yaş da prinsipcə çox da 28-də 30-31 yaşınız vardı, 30-31 çox. Amma o da ölçün. Az da deyildi, çox da deyildi. Oynaya bilərdin. Oynaya bilərdim. Hələ bəlkə də Qarabağa geçsəydim, şeyləri orada artıq oynayardım. Zaur getdi Qarabağa səhv eləmirəmsə, həmin yoxsa sizdən sonra getmişdi o? Yox, Zaur, mən Lənkəranda olanda Zaur getdi. Simurqdan sonra karyeranızı bitirdiniz. Bitirməyə səbəb nə idi? Yenə də çılğın olaraq oynamıram. Allah ondan sonra da yox, şeylə də oynadım da mən bir sezon Perbliqada oynadım. Çıxdıq Vişli Liqa, nə idi komandanın adı? Abşeron. Abşeronda. Bəli. Mirbağan müəllimin. Mirbağan. Orada da oynadım onda. Yox, bitirməyiniz nə oldu? Vallahi bitirməyə bir şey yaşla bağlı idi. Həm yaşla, həm həvəssiz idim. Ona görə həm zədələrim tez-tez olurdu. Ümumiyyətlə görünən odur ki, yəni bizim söhbətdən də hiss edirik, düzdür, biz bunu görmüşük, yenə də artıq bir daha təsdiqlənir ki, karyeranızda baş verən hadisələrin çoxu sizin xarakterdən irəli gəlir. Belə deyək də, konkret bir fikirdə olmamışsınız. Bugün bir fikirdə, sonrası başqa fikirdə olmuşsunuz deyə. Düzdür, sonradan artıq kamilləşəndən sonra necə deyərlər,
fikirləşmisiniz ki, səhv eləmişəm. Məsələn, Qarabağ haqqında danışdınız. Mən də düşünürəm ki, siz Qarabağda oynaya da bilərdiniz. Mən bilmirdim o məsələ maraqlı bir şey. Xarakteriniz nə? Yəni nə baş verirdi? Düşünmürdünüz o vaxtı. Yəni bir kim biraz müsahibənin əvvəlində də bunu demişdim ki, bir nəfər gəlib sizə demirdi ki, Emil elə lazımdır, Emin elə lazımdır, belə eləmək lazımdır. O vaxt deyən yox idi. O vaxt pul dostlarım çox idi. Elə şeylər demirdilər. Yəni özüm də yenə də deyirəm, ağılsızlıq eləmişəm. Bir şey də maraqlı Emin, bu sualda soruşmaq istədiyim suallardan biri də özüm şəxsi. Məsələn, mediana münasibət, indi münasibətin yaxşıdır, bildiyim qədərilə. Amma o vaxt açıq danışırsan, sən futbol oynadığın dövrdə belə deyək, yaxşı deyildi. Məsələn, mən o vaxt yadıma gəldi, Çempion qəzetində zəng eləmişdim, Emin Quliyev çox aqressiv cavab verdi. Vermirəm, icazə lazım. Mən dedim, icazə alarıq. Get, mübariz mənə müsahibə sonra mənə zəng elə. Yəni, jurnalistlə kobud danışırdım. Bəli. Mənim görünüşümdə vardı. O vaxt elə mənə deyirəm, mənim görünüşüm. Dedilər, yox, sən özündən çox razısan, razı. Deyirəm, amma mənim şeyim elədi, xarakter şey kimi. Mən nətən razı olaram mən. Mən özüm biri var şeydən gəlməmişəm ki, nətər özümdən razı olum. O vaxt jurnalistlərlə bir ikisindən olmuşdu. Çox oldu. Hamı deyirdi ki, danışmır, kobud cavab verir, telefon ad boy verir. Bu nə ilə bağlıdır? İndi hamısı söyləməyə var. Həm də mənim biraz nə bilim, necə deyim, utancaq olmuşam. İndi də görürsünüz ki, belə şeylə sıxına, mediadan qaçmışam mən. Yalnız yox, indi yaxşıyam, indi maşallah. İndi problem yoxdur, oyunçu vaxtı mən deyirəm. Allah sizin hamımızı qorusun, can sağlığı versin. Cümləmiz təşəkkür. Deməli, karyeranızdan razısınız? Vallahi şükür Allaha razıyam, ancaq ondan da yaxşı ola bilərdi. Biraz ona heyfslənirəm. Millidə ən yadda qalan oyunuz hansı oyun olub? Belə məndən bir soruşmaq istəyirəm, bir də oydu. Millidə ən yadda qalan burada şeylə udmuşduq. Serbiyanı. Serbiyanı udanda. Məlum Şəfadakı 2-1 oyunu. Şəfadakı 2-1 oyunu. Yadda qalan. Səfər oyunda da oynamışsınız deyəsən siz Səfər məsələn. Şəfər oyunda 2-2 oynadıq, bir dənə də penalı mən elədim də. Hə, penal. Lazetisə qarşı səhvim çox zor oldu. Penal elədim. Onda 2-2 oynadıq. İkisini bilmirəm, Qurban müəllim. Yox, birini Samir vurmuşdu. Elə Qurban olur. İkisini Qurban müəllim vurmuşdu. Serbiyanın. Amma oyundan qabaq böyük bir qalmaqal yaşamış. Yadınıza gəlsə, bizim yerli çempionatda oynayan futbolçular milliyə getmədilər. Yalnız tərləmə də getdi. Siz onda xaricdə oynadınız deyəsən, Balqarıstanda oynadınız. 2002-ci ildə deyəsən oyunçuları buraxmamışdı. Neftçi də Qarabağ idi Elə bir buraxmamış. söhbət vardı, hə. Ancaq yadımda deyil o mən. Əsgər adlı baş məşqçidir. Həmin vaxtı Serbiyadakı oyunda. oradakı oyun deyirəm mən 2-2-yə getdi. Oradakı oyundan qabaq futbol komandaların çoxu Afana klubu buraxmamışdılar. O dövrdə yəni ki, ancaq qıraqda oynayan futbolçular gəlmişdi. Səhvimizə yerli bir dənə Tərlan Əhmədov bu vaxt getmişdi. Legionerlər gəlməmişdi deyəsən. Legionerlər gəlmişdi. Burada oynayan Qarabağın Neftçinin futbolçuları vaxtı Fuad Musayevlə problem var idi. Bildim, hə. O vaxtı buraxmadılar ki, getsəz karyeranızın sonudur. Bir də yalnız Tərlan Əhmədov hər şeyi qırağa qoyub gəldi millinin çəkizdə. Qalan sizsiniz qıraqdan gələn futbolçularınız legioner. Onu bilirəm ki, 10 gün tez getmişdik biz ora. Serbiya. Serbiya 10 gün Çernogoriya şəhəri idi. Podgoritsada. Orada qaldıq, ondan sonra oynadıq, orada gəldik. Premiya nə qədər vermişdi bu sir deyəsən, buradakı qələbəyə görə orada keçsə Yadımdan çıxır. Allah haqqı bilmirəm nə qədər. Amma indiki ilə müqayisə çox az idi da yəqin vaxt. Çox, hə. Çox azdır. Çox. O premiya məsələsi demişkən elə bu məsələ ilə də bu məsələdə danışaq. Yəni burada o vaxtki futbol şəraiti baxımından demək olmaz ki, o vaxtı şərait yaxşı idi, indi pisdir. Əksinə indi daha yaxşıdır. Düzdür, demirəm ki, bizim futbol infrastrukturumuz dünya səviyyəsindədir, Avropa səviyyəsində deyil, qəbul edir. Amma O vaxt heç bu yox idi. maliyyə də indi heç də az deyil, şərait də heç də az deyil. Yaxşı, daha yaxşıdır indi şərait. İstər geyim məsələsində, istər maliyyə məsələsində. Zborlar Bəli, falan. bəli. Niyə qalib gələ bilmirik? O xarakterdə Ya o futbolçularımız xarakterdə futbolçumuz azdır, ya bunları 2-3 dənə xarakteri yığıb bir yerə söhbətlərin alındıra bilməyən azdır. Bilmirəm nə məsələdir. Ya lider zəifdir, klub şeydə, komandada. Uşaqlara sözü keçə bilmir. Ya uşaqlar bundan sözünə qulaq asmır. Bilmirəm. Əvvəl ancaq elə deyildi. Əvvəl məsələn Tərlan Əhmədov hamı hörmət eləyirdi, hamı sözünə qulaq asırdı, hamı yığışırdı, hamı bir-birinə poddeşka eləyirdi.
İndi mən bəzən, bilmirəm, neçə il bundan qabaq eşidirdim ki, o gələn legionerlərdən bəziləri premiya davası edir zborunda. Elə şey olmaz axı. Bilmirəm vallahi. Yəni mənə elə gəlir ki, lider zəifliyi var, ya yığışa bilmirlər, bir yumruq ola bilmirlər, ya bəzi bir-biri ilə nəzər prinsipləri var, nə var, Allah bilir. Milli komandanın gələcəyi necə görürsünüz? Valla mən bir söz deyim, o vaxt elə mən oynayan vaxtlarda demişəm, yaxşı çempionatımız olmalıdır, səviyyəli çempionatımız. Yaxşı bir 6-7 klubumuz olmalıdır ki, çempionatın marağını artırsınlar, yaxşı, yəni şey geçsin də, çempionluğa rəqabət olsun. Ya hər il eyni Qarabağ, eyni rəqabət yox. Bir də ki, yaxşı legionerimiz olmalıdır da, yaxşı çempionatlarda oynamalıdır. Yaxşı uşaq yetişməlidir, akademiyalar olmalıdır, hamısı var da. Limitin ləğvi sizcə Limitdə... nə dərəcə müsbət və mənfi təsir olacaq bu məsələdə? Valla mən bir söz deyim, bu nə qədər çox bu legioner gətirirlər, mən ona müsbət qarşılamam. Öz futbolçum, bu legioner yaxşı gətirsənsə, özümüzünkindən bir 5 qat artıq olsun. Deyəsən ki, bu məsələn legionerdir, bizimki ki, baxıb buna nəsə götürəcək. Gətirsən, üçün gətir, səviyyəlisin. Qalanların 15 dənəsini yığırsan nəyə? Elə Azərbaycanlı yetişdir, ona başa saldı. O uşaqlardan yetişirlər. Prosto onlara poddeşki eləmək lazım. Keçən dəfə baxıram, o şeydə bizdə Zagirdə dubl oynayır, Mustafa. Çağırdılar əsasa Araz Naxçıvanda. İndi də çağırdılar milliyə. Bu yavaş-yavaş poddeşki ilə artacaq, oynayacaqdır. Yəni, nə bilim, mən belə görürəm. Yəni, həvəslənmək daha çox eləməlidirlər, daha çox poddeşki eləməlidirlər, oynamalıdır. Yoxsa gətir legioneri, ya legioner oynasın, bunu elə Azərbaycanlı elə oynatdı. İndiki gənc futbolçularla söhbət eləyirsinizmi? Onlarla sizdən məsləhət alırlar? Valla eləyirəm, yenə də deyirəm, bu xarakterdə ola bilməz, oynaya bilməyəcəksən, bunu yığışdırmalısan, bu xasiyyəti yığışdırmalısan, oynamaq istəyirsən, özünə baxmalısan, bütün günü telefonda oturmalısan, get, gəz, rejim saxlamalısan. Hamısını deyirəm. Qulaq asırlar deyəsən. Qulaq asırlar olmaz, qulaq asırlar artırarlar, yallah. Major notda bitirək. Yəni ki, problemlərimiz təbii ki, çoxdur. Futbolçu karyeramızın ən yaxşı matçı, ən yaxşı dövrünü deyək. Matçı deyək, ən yaxşı matçı hansını hesab edirsiniz? Valla, o matçım Neftçidə də oynayanda yaxşı matçlarım olub. Lənkəranda da, Millidə də. Ancaq an sevincli vaxtlarım, o elə Ermənilərdən vaxtlarımız o. Neftçidə olan vaxtlarımız. Yəni, o başqa bir şeydir. Bir daha Emin Quliyevi səhnədə görmək ümidi ilə çox sağ olun Emin bəy. Sağ olun, mən də sizə təşəkkür edirəm. Minnətdaram elə gələrsə bizi mənə dəvət etdiyinizə görə. Çox sağ olun. Sağ olun, minnətdaram. Çox sağ olun, çox sağ olun. Uğurlar diləyirik sizə. Anar çox sağ ol sənə də. Buyurun da. Bu qədər Emin Quliyevlə söhbətimiz başa çatdı. Növbəti 11 adamlarda görüşənə qədər sağ olun.